Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Bugün sentyabr ayının 24-ü, 2025-ci il. Mən hal-hazırda Ucar rayonu 20 yanvar küçəsindəyəm. Bildiyiniz kimi 2025-ci ilin yanvar ayında həmin küçədə küçə işıqlanması təmin olunmuşdu. Təəssüflər olsun ki, çox az bir müddətdən sonra küçədə işıqlanma yararsız vəziyyətə düşdü. Yəni küçənin artıq demək olar ki, yarıdan çox hissəsi işıqlanmırdı. Buna da səbəb olaraq bildirirdilər ki, yeraltı xəttlərdə problemlər var. Çünki həmin bu küçə işıqları deməli uzun illər öncə çəkilmişdi və təəssüf olsun ki, yəni işıqlandırma yox idi və ona görə də uzun illər çəkilən bu naqillər artıq tələf olmuşdu və yeni qoşulan işıq plafonlarında da küçə işıqlanması düzgün şəkildə təmin olunmadı. Deməli, bugün artıq bundan ötürü işlər görürlər. Yeraltı xəttlərlə yox, artıq yerüstü xəttlər çəkilir. Yəni yuxarı ilə bu şəkildə gördüyünüz kimi naqillər çəkilir. İşıqlandırmanı təmin etməkdən ötürü. Əslində yəni necə yaxşı görsənmir, amma küçənin işıqlanması da vacib bir məsələdir. Çünki insanların təhlükəsizliyi üçün axşam saatlarında küçə işıqlanması təmin olunmalıdır. Tez-tez həmin bu küçədə və digər qaranlıq küçələrdə qəzalar baş verir, avtomobil qəzaları baş verir. Bəzən hətta təəssüf olsun ki, piyadaların ölümü ilə nəticələnən qəzalar baş verir və bu da çoxsu küçə işıqlanmasının olmaması ilə bağlı olur. Artıq 20 yanvar küçəsində işlər görülür və bildirirlər ki, digər küçələrdə də belə işlər görüləcək. Yəni küçə işıqlanması təmin olunacaq. Ümid edirik ki, Ucarımızın hər bir küçəsində, hər bir yerində küçə işıqlanması təmin olunsun. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov üçün.